Ağ gil. İki cür olur gil. Rəngləri müxtəlif olur. Qırmızı gül olur, ağ gül olur. Biz çoxla bu ağ gildən istifadə edirik burada. Məsəl üçün boşqab düzəltmək istəyirik. Bu boşqabı dəzgahla düzəldirik biz. Gördüğünüz boşqab böyle hazır olur. Ne maraqlı. Duruzçu o gördüğünüz tezgahlarda əllə yonulur. Bu əllə yonulur. Bu qəlibdən çıxır bizdə. Görürsünüz qəliblər var böyle olur. Hazır qəlbi için doldurursun. Hazır məsəl üçün nəsə düzəltmək istəyirik. Elə deyək, nar düzəltmək istəyirik. Onu götürüb plastilindən və gildən bir nar forması düzəldirik. Sonra onun üzərinə gips tökürük. Onun qəlbini çıxardırıq. Sonra mən də sizə nümayiş edim ki, sulu gillə necə işlər çıxır. Bayağı gördüyünüz məsəl üçün biraz sərt gildir, ağır. Bunu bir 20 dəqiqə gözləsək bu gili, bu qalınlığı alacaq içində. Yarım saat gözləsək biraz qalın olacaq. O vaxtdan asılıdır, vaxta görədir. 20 dəqiqədən sonra biz bunu boşaldandan sonra bu qəlbin içindən bu fasonda nar çıxır. Bu gördüyünüz çiğ gildir. Qəlbdən çıxmış çiğ gildir. Bu hələ pişmir.